Bismillahirrahmanirrahim. Güzel insanlar, aziz Allah'ın xeyri, bereketi ve salamı sizin ve ailenizin üzerine olsun. Bu videomda mən Zəfər Bayramı ilə bağlı mesajlarımı şərəfli, dəyərli xalqımızla bölüşmək istəyirəm, gözəl insanlar. Zəfər Bayramı ifadəsində iki dənə söz var. Biri zəfərdir, biri bayramdır. Zəfər sözünün kök mənası budur ki, bax, insan dərindən nəfəs alanda, köksü qabaracaq dərəcədə nəfəs alma halı var. Bax, o hala zəfər deyirlər. Zəfər sözü o kökdən gəlmişdir. Yəni, insanın öz köksünü qabaracaq biçimdə nəfəs alma halıdır. Yəni, zəfərlə köksü qabaracaq biçimdə nəfəs almağın nə əlaqəsi var? Zəfər o şeydir ki, insanın köksünü qabardır. Onu dərindən nəfəs almağa, köksünü gərməyə yol açan bir haldır zəfər halı. Azərbaycan xalqı bu halı yaşadığına görə, bax, bu sözün də, bu bayramın da adını Zəfər Bayramı qoymuşlar, gözəl insanlar. Zəfər Bayramı birləşməsindəki ikinci sözdə bayramdır. Biz nəyi bayram edirik, gözəl insanlar? Ən qısa şəkildə onu deyirəm ki, 200 illik Rus və erməni zülmünə son qoymuşuq. Bax, onu bayram edirik. Ayağımızdakı, əlimizdəki, belimizdəki ağır yükü, qara daşı açıb atmışıq. Şəhidlərin, qazilərin əməyi ilə, Azərbaycan xalqının əməyi ilə o zülmə son qoymuşuq. Yurdumuzu işğalçılardan azad eləmişik. Şəhidlərimizin qisasını almışıq. Torpağımız azad olunub, suverenliyimiz bərpa olunub, ərazi bütövlüyümüz bərpa olunub. Onun bayramıdır, gözəl insanlar. Üçüncü verəcəyim mesaj budur ki, bayram nə deməkdir? Gözəl insanlar, birinci bayramın içərisində əmək var. Baxın, bayram bizə deyir ki, əmək olmasa bayram olmaz. Mücadiləsiz bayram yoxdur. Əgər ey xalq, milli bayram mı istəyirsən, əmək verəcəksən, mücadilə edəcəksən. Baxın, əməyi olanın dəyəri olacaq, mücadiləsi olanın bayramı olacaq deyir. Bayram deyir ki, bayramın içində sevinç var deyir. Deyir, bir millət həm də ona görə böyük ki, sevinməyi də bacarır. O sevinç gününü gətirəcək əmək verir, sonunda da o sevinci qeyd etməyi bacarır o millət, o böyük millət deyir. Bayram deyir ki, gözəl insan, milli birliyə ehtiyac var. Milli birliyin nəticəsi bayramdır deyir. Əgər milli birlik varsa bayram olacaq deyir. Bayram deyir ki, ümid var. Baxın, 5 il keçib bu bayram, bu zəfərin üzərindən. 5 il bundan öncə kim düşünə bilərdi ki, bu böyük, möhtəşəm bir nəticə ortaya olacaq? Deməli, ümidimizi itirməyəcəyik. Bayram deyir ki, ümidini itirmə. Çalış, sən çalışsan, əgər ağlının, iradənin, əməyinin haqqını versən, Allah sənə yeni, gözəl zəfər qapıları açacaq deyir. Bayram milli şuuru inşa edir. Bir millətin millət olması üçün onun çox önəmli, yəni bütün milləti birləşdirən bayramlar olmalıdır. Bizə deyir ki, sən kimsən? Sən böyük millətsən, sənin gücün var, sənin iradən var, sənin ağlın var, sən bunu edə bilərsən deyir bayram. Bayram mesajının biri budur ki, milli birlik olmalıdır. Bayram insanları birləşdirir, gözəl insanlar. Bizi birləşdirən dəyərin adı bayramdır. Bayram bir milli dəyərdir, ümiddir, müjdədir, əməkdir, sevincdir, birləşdirici gücdür, gözəl insanlar. Bu mübarək bayram günündə demək istəyirəm ki, bu bayramda kimin əməyi oldu? Biz onları unutmayacağıq. Öncə Azərbaycan xalqını qeyd etmək istəyirəm. Azərbaycan xalqı övladlarını verdi. Bu savaşın olmasını istədi. Duasıyla, malıyla, canıyla, hər şeyiyle Azərbaycan ordusuna yardım etdi Azərbaycan xalqı. Yəni, fədakarlıq olmasa bayram olmaz dedi Azərbaycan xalqı. Ona görə Azərbaycan xalqına sevgimizi, ehtiramımızı bildiririk. İkinci, əziz şəhidlərimizi unutmuruq. Çünki bayram həm də deyir ki, yaddaşını təzələ, unutma, unutsan unudularsan. Dostunu, düşmənini tanı. O şəhidlər ki, Allahın onlara verdiyi ən qiymətli neymət olan canlarını vətən yolunda sevə-sevə verdilər. Əziz Allah şəhidlərimizdən razı olsun. O qazilər ki, baxın, gözünü itirib, əlini itirib, qulağını itirib, böyrəyini itirib, ayaqlarını itirib, yaşamaq imkanlarını itirib demək olar ki, onların haqqını verəcəyik, sadəcə yad etməyəcəyik, sadəcə təşəkkür etməyəcəyik, onların haqq etdiyi dəyəri onlara dövlət və millət olaraq verməyə borçluyuq. Çünki gözəl insanlar, bir millətin böyüməsi üçün cəsur insanlara ehtiyac var, cəsarətə ehtiyac var, ağla ehtiyac var, elmə ehtiyac var. Əgər siz canını sevə-sevə qurban vermiş şəhidləri, qaziləri, o igid övladları, o cəsur insanların cəsarətini dəyərləndirsəniz, bunun nəticəsi nə olacaq? Yeni bir bayram olacaq. Yəni nə olacaq? Yeni igid övladlar ortaya çıxacaq. Çünki bu bir qanundur. Dəyər verdiyiniz böyük yer, gözəl insanlar. Yəni, Azərbaycan xalqına təşəkkür edirik, ehtiramımızı göstəririk, şəhidləri başımızın üstünə qoyuruq, qazilərə sevgimizi bildiririk. Baxın,
Burada Azərbaycan xalqı ilə dövləti də birləşdi. Yəni göstərdi ki, dövlətlə xalq birləşəndə onun açmadığı qapı yoxdur. Türkiye bu meselede Azerbaycan'ın zafer kazanmasında her şeyle iştirak edildi. Dövletiyle, ordusuyla, halkıyla birlikte, duasıyla birlikte Türkiye sevgimizi, saygımızı bildirir. Pakistan halkına, Pakistan devletine sevgimizi, saygımızı bildirir. Kim Azerbaycan halkının dostudursa, kim Azerbaycan halkına zerre kadar olsun bile yardım edipse, sözüyle, her şeyiyle, gücüyle yardım edipse, biz vefalı halkız. Bayram deyir ki, vefalı olun. Size emek verenleri unutmayın. Halkınızı unutmayın. Şehitlerinizi unutmayın. Gazilerinizi unutmayın. Türkiye'nizi unutmayın. Pakistan'ı unutmayın. Azerbaycan devletiyle bir olmayı unutmayın değil. Güzel insanlar, bu mübarek günde, bu hoş günde, bu bayram gününde, bu güzel günde, bizim köksümüzü kabardan bu zafer gününde, Əziz Allah'ın xeyri, bereketi, salamı Azerbaycan halkının üzerinde olsun. Azerbaycan şehitlerinin üzerinde olsun. Azerbaycan gazilerinin üzerinde olsun. Türkiye'nin üzerinde olsun. Pakistan'ın üzerinde olsun. Allah devletimize, milletimize, halkımıza bereket versin. Bereket versin ki büyüyek, inkişaf edek. Ümidimizi itirmeyek. İnanak ki bizim daha büyük, daha güzel, daha adil, daha merhametli, daha adaletli bir devlet kurma imkanımız ve gücümüz var güzel insanlar. Bayramınız, emek bayramınız, mücadele bayramınız, birlik bayramınız, ümit bayramınız, müjde bayramınız, gayret bayramınız, cesaret bayramınız, şehitlik bayramınız mübarek olsun. Sevgili insanlar, değerli insanlar, bu güzel günde, bu mübarek günde hamınızı ürəkdən əziz Allah'ın salamıyla salamlayıram. Beni dinlediğinize göre hamınıza teşekkür ederim. Sağ olun, var olun, əziz Allah'ın sonsuz ve sınırsız merhametine emanet olun. Güzel insanlar.